Atropatenanın Zərdüştü. sağ ol, Zərdüştü. Bəs Mannanın dini nə idi? Çox Çox tanrılı. tanrılı. Çox tanrılı. Sağ ol. Atropatena dövlətin əsasını kim qoymuşdu? Atropat. Atropat. Sağ ol. Hansı sülalənin əsasını qoymuşdu həm də? Atropatilər. Aferin. Atropatena hansı dövlətlə əvvəl müttəfiq olub, sonra düşmən olmuşdu? Və səbəbi Roma. nə idi? Parfiya dövləti ilə. Səbəbi nə idi? Niyə Parfiya ilə müttəfiqliyi pozdu, Roma tərəfə keçdi? Atropatenanı tutmaq istəyirdi. Özünə tabe etməyə çalışırdı ona görə. Sağ ol. Eradan əvvəl 38-ci ildə baş verən döyüş, bir də eradan əvvəl 53-cü ilin Karra döyüşü. Atropatenada hansı hökmdarın dövrünə düşür deyəndə nə cavab verərsiniz? Yoxsa yoxdur? Yoxsa yoxdur hökmdarın adı? Diqqətli fikirləşin. Yoxdur. Sağ ol. Yoxdur. Sizə bu ikisini versələr, çaşdırmayın özünüzü. Yoxdur, yəni bilinmir kimin dövrünə düşür. Biz keçmirik. Yaxşı, bəs 53-ün eradan əvvəl 53-ün Karrasında qalib gələn kim idi, məğlub olan kim idi? Romalılar məğlub oldu. Bəs Atropatena Selevkilərin asılılığına nə vaxt düşmüşdü? Eramızdan əvvəl 223-cü ildə. 223. 190-a kimi. Sağ ol. Bəs 190-da hansı döyüş baş vermişdi ki? Maqneziya döyüşü. Tərəflər kimlər idi? Qalib gələn kim idi? Məğlub olan kim idi? Selevkilər və Romalılar arasında olmuşdu. Roma qalib gəlmişdi. Sağ ol. Selevkilər məğlub olmuşdu. Yaxşı, bəs eradan əvvəl 36-nın Fraspa döyüşü haqqında nə deyə bilərsiniz? Romalılar Fraspanı tuta bilmərək geri çəkildi. Çünki həm əhali müqavimət göstərmişdi, həm də ki, udacağını bilirdi. Sağ ol. Yəni məğlub olmuşdu. Yaxşı, bəs onda Roma imperiyası idi desəm düz olar, yoxsa səhv olar? Səhv olar. Respublika idi onda. Romada imperiya deyil. Sağ ol. Düz, onu yadınızda saxlayın. Yaxşı, bəs Roma ilə müttəfiqlik əlaqələrini gücləndirən hansı hökmdar idi ki, oğlunu 10 il Romaya göndərmişdi? Artabaz. Oğlunun adı nə idi? Ariobarzan. Sağ ol. Desək ki, hökmdar Ariobarzan 10 il Romada qalmışdı. Düz olar, yoxsa səhv? Yanlış. Onu yadınızda saxlayın, hələ hökmdar deyildi. Yaxşı, bəs ermənilər üzərində də hökmranlıq sürmüşdü, düzdür, yoxsa səhv? Düzdür. Aferin. Yaxşı, bəs Atropatilər sülaləsinin əsasını qoyan Atropat, bir də dedi ki, dövlətin əsasını qoyur. Paytaxtı hansı şəhər idi dediyi Atropatenanın və hansı dinin mərkəzi idi həm də? Əsas mərkəzi. Zərdüştü dininin mərkəzi olan Qazaq şəhəri idi. Sağ ol, düz. Yaxşı, bəs Atropatenada desək ki, təkcə Zərdüştü dini mövcud olub. Düz olar, yoxsa səhv? Səhvdir. Səhvdir, bəli. Çünki çox tanrılı dini də var idi. Yəni, ümumiyyətlə hamısında çox tanrılıq dini mövcud olmuşdu. Yaxşı. Bəs Atropatena desək ki, şimaldan hansı dövlətinlə qonşu idi, nə deyərsiniz? Albaniya dövləti ilə. Sağ ol, Albaniya dövləti ilə qonşu idi. Başqa nə sual verim sizə? Atropatena desək ki, hökmdarları öz adına pul kəsdirib. Düz olar, yoxsa səhv? Düzdür. Yox. Sadəcə Makedoniya İskəndərin adına pul kəsdirib. Sağ ol, düz. O uşaqlar yadınızda saxlayın, Atropatena öz adına heç vaxt pul kəsməyib. Sadəcə İskəndərin adına kəsdirib. Yaxşı, bəs İskəndər demiş ki, Atropatena dövləti hansı imperiyanın parçalanması nəticəsində yaranmışdı? Makedoniya. Sağ ol. Bəs desəm ki, Makedoniyalı İskəndər öldü, sonra Atropatena dövləti yarandı. Düz olar, yoxsa səhv? Səhv olar. Yox, səhv olar. Niyə uşaqlar? Çünki bu İskəndər öləndən sonra imperiyasını tapşırırlar sərkərdələrə. Onlardan biri də Perdikki idi. Perdikki öləndən sonra imperiya dağılır artıq.
Yəni onu diqqətli olun. Əgər sizə kiminsə ölümü versə ora, Perdiki versə düz götürərsiniz. Perdikinin ölməsi nəticəsində tutalım deyir ki, Atropatena yarandı, o düz olar. Amma İskəndərin ölməsi nəticəsinə yox, İskəndərin imperiyasının dağılması nəticəsinə. Yaxşımı? Elə çaşmayın testdə. Yaxşı, bir şu sual da verim. Atropatenanın atları hansı dövlətdə səma atları adlanırdı? Çində. Çində Ay, sağ ol. Bəs midya yağı nəyə deyilirdi? neftə Neftə. deyilirdi. Hərbi məsələlərdə istifadə olunur. Ay, sağ ol. Həm də təsərrüfatda istifadə olunurdu. Bəs deyir dəvələri də var idi onların. Düz olar yoxsa səhv? Düzdür? Düzdür. Bəli, düzdür. Yaxşı, Çində səma atları adlanır dedi. Başqa da Atropatena dövləti hansı dövlət tərəfindən neçənci ildə süqut etdirilib? Parfiya dövləti tərəfindən 20-ci ildə. Ay, sağ ol. Eramızın 20-ci ilində. Atropatenanın birinci və sonuncu hökmdarı kimdir? Birinci Sonuncu Atropat da sonuncu Ariovast. Ariovast. Ay, sağ ol. Birinci Atropat, sonuncu Ariovast. Ondan sonra dövlət dağılır. Yaxşı, bəs eradan əvvəl 223-də deyir ki, daxil olur Selevkilərin tərkibinə Atropatena. Deyir döyüşə hazır olmadığı üçün. Bəs biz o hökmdar haqqında deyirik ki, həm ən güclü hökmdar olub Atropatenanın, həm də döyüşə hazır olmadığı üçün özü təslim olub. O hansı hökmdar idi? Artabazan. Ay, Artabazan. Artabazan idi. Yaxşı, biraz da Mannadan sual cavab eləyim, qoy təkrar olsun sizə də. Atropatena ilə Mannanın oxşarlığı kimi desəm ki, çox tanrılı idi və Azərbaycan cənubunda yaranmışdı. Düz olar yoxsa səhv? Düzdür. Düzdür. Yadınızda Düzdür. saxlayın. Bəs desəm ki, hər ikisində mərkəzləşdirmə vardı. Bu düz olar yoxsa səhv? Düzdür. Mannada var idi, amma Atropatenada yox. Atropatenada biz mərkəzləşmiş deməmişik. Ona görə səhv olur. Diqqətli olun. Yaxşı, bəs biz dövlətləri hansı çayın sərhəddinə görə müəyyən eləyirdik ki, şimaldadır yoxsa cənubda? Aras Aras. Birdən testdə Kür çayı yazar, onda diqqətli olun. Yəni Araz çayına görə. Arazdan yuxarıdadsa şimal olurdu, aşağıdadsa cənubda olurdu. Yaxşı, Mannada canişinliyin əsasını qoyan hökmdarın adı nə idi? İranzu. İranzu. Yaxşı, Makedoniyalı İskəndər Hindistanda olanda baş verən Baryaks üsyanını hökmdar Atropat yatırıb desəm düz olar yoxsa səhv? Yanlışdır, Sadəcə çünki Atropat hökmdar deyildi. Hökmdar deyildi. Buna da diqqətli olun. Yaxşı, bəs Atropat niyə yatırmışdı ki, Baryaks üsyanını? Nə düşmüşdü ki, ona Öz gedib? nüfuzunu artırmaq üçün. İskəndər gəlib bütün əhalini ona görə cəzalandıracaq da bu üsyana görə, ona görə yatırmışdı. Baryaksı da əsir almışdı. Afərin, tamamilə doğrudur. Yaxşı, bəs desəm ki, Atropatena quldar dövlət idi, Manna ilə oxşar cəhət kimi götürə bilərəm, yoxsa yox? Düzdür. Ay, sağ ol, Götürmək olar. Bəli, götürmək olar, düzdür. Bəs desəm ki, həm Atropatenada, həm də Albaniyada kəndlilərin üsyanı olub və yaxud da qulların üsyanı olub. Düz olar yoxsa? Ay, sağ ol. Yanlış. Bəs İranzuya qarşı hansı şəhərlərdə qarşıdurmalar baş vermişdi? Şandalı və Durdukqa. Misal Şandahulla Durdukqa. Hansı dövlət onu dəstəkləyirdi, üsyanın arxasında dururdu? Aşır. Yəni ki, Sargon. Yox. Düşmən olan dövlət hansı idi? Urartu. Mən nətər soruşuram uşaqlar? Üsyanın baş verməsinə kömək edən dövlət kimi. Hansı dövlət? Aşır. Sargon. Eramızdan 719. O yatırılmasına kömək eləyib. Üsyanın yatırılmasına kömək eləyib. Bəs üsyanın başlanmasına kömək edən dövlət hansı idi? Urartu 1-ci Rusa. Ay, sağ ol. Başa düşdünüz indi mən nəyi soruşdum. Deyən var idi bayaq aranızda. Sadəcə başa düşəsiz deyə bir də şeylədim. Geniş dedim. Deməli, üsyanın başlamasına dəstək göstərən hansı dövlət oldu? Hansı dövlət oldu? Urartu. Ay, sağ ol. Bəs yatırılmasına kömək eləyən dövlət hansı oldu? Sargon, yəni Aşur. Ay, sağ ol. Aşur dövləti yatırılmasına kömək oldu. Bəs Aşura nə düşmüşdü ki, gəlib kömək eləyir də?
İranzuya ki, üsyan yatırılsın. Öz mövqeyini gücləndirmək istəyirdi də, yəni. Həm də ki, Mannadır. yadınızdadırsa düzdür. Manna ilə dostluq eləməsi var idi. Onlar Ay, arasında sağ ol. ittifaq var idi. Ay, sağ ol, düzdür. Müqavilə bağlamışdı, onun şərtində var idi. Yaxşı, bəs o hansı uşaqlar kameranızı açandan sonra bu YouTube-a yükləyəcəm. Sonra problem olmasın deyə nə istəyirsinizsə bağlı saxlayın. Yaxşı, bəs o hansı hökmdar idi ki, Mannada həm Assuriya ilə ittifaqı pozmuşdu, sonra səhvini başa düşüb beyninə dank eləmişdi ki, mən Assurla ittifaqı pozmuşam, təzədən bərpa Ulusu. eləməliyəm. Sağ ol, Ulusu. Ulusu. Bəs o hansı hökmdar idi ki, öz başınalıq eləyib müstəqil xarici siyasət yürüdürdü? Aşırı. Ay, sağ ol, Ahşeri. Ahşeri desə ki, bərpa elədi müttəfiqliyini, düz olar yoxsa səhv? Səhv. Səhv. Hə, Səhv olar. səhv olar. Ahşerinin hakimiyyət illəri Eramızdan əvvəl Eramızdan 675, eramızdan əvvəl 650. Ay, sağ ol, eramızdan əvvəl 650. Xalq üsyanı nəticəsində öldürülən hökmdar kim idi? Aşırı. Ay, sağ ol, Ahşeri. Bəs hakimiyyəti dövründə onlara qarşı üsyan baş verən hökmdarlar hansı idi Mannada? İranzu. İranzu. İranzu və Afşeri. İranzu, Ahşeri, Ulusunu da götürürlər bəzi testlərdə. Yaxşı, bəs o Uş döyüşündə və yaxud Səhənd dağı döyüşündə öldürülən hökmdar kim idi? Azım. Urartu. Azdı. Urartumeylilər öldürmüşdü. Urartumeyli canişinlər ki, hakimiyyətə Urartumeyli hökmdar gətirsinlər, Ulusunu da gətirirlər. Yaxşı, bəs 22 Manna qalasını Urartuya verən hökmdar kim idi? Ulusunu. Ay, sağ ol, vermişdi. Daha sonra isə geri almışdı. Yaxşı, bəs Ahşerinin dövründə deyirik ki, şəhərə hücum elədi. Assur hökmdarı, adını siz deyəsiniz və İzirtunu yandırdı. Hansı hökmdar idi? Aşurbanipal. Ay, sağ ol. O nətər yadınızda saxlayın. Və Ahşeridə də A var, A ilə başlayır. Aşurbanipal da A ilə başlayır. Amma Sargonla Ulusunu, bir də ki, İranzunu götürəsiniz. İkinci, yaxşı, bəs mən desəm ki, Mannada Həsənli ilə Ziviyyədən tapılan tapıntılar nəyi sübut eləyir? Metal işləməni. Metal Ay, sağ ol, metal işləmənin güclü olduğunu göstərir. Yaxşı, bəs desəm ki, yalnızca Günəş tanrısının şəkli var idi üzərində, düz olar yoxsa səhv? Səhvdir, çünki çox tanrılıq var idi. Ona görə də çoxlu tanrılar təsvir olunmuşdu. Ay, sağ ol, külək tanrısı Bəli, var idi, Günəş tanrısı var idi, ay tanrısı var idi. Bəs yaxşı, mən Atropatenaya desəm ki, Yunan, yəni ellim mədəniyyətinin təsirinə məruz qalmış. Düz olar yoxsa səhv? Səhvdir. Səhv. Nə? Məncə düzdür. Düzdür. Çünki həm də Buyur Lalə. Buyur Lalə, buyur. həm də ki, biz Yunanlarla ortaq cəhət olaraq Kerifto məbədini, bir də kiremit daşlardan istifadəni də götürürdük orada. Ay, sağ ol. Uşaqlar, bax, yadınızda saxlayın. Bu, İskəndərin imperiyasının dağılması nəticəsində yaranıb. Həm Albaniya, indi deyəcəm birazdan, həm də Atropatena dövləti. Bu İskəndər özü də Yunanlar, Yunan öz mədəniyyətlərini Ellin adlandırırdılar. İndi ora çatanda deyəcəm ümumi tarixdə sizə də. Ellin mədəniyyəti adlandırırdılar. İskəndər özü də Yunandır. Yəni Yunan Ellin mədəniyyəti. Bunun ərazisində yerləşdiyi üçün vaxtı ikən dövlətlər, ona görə deyirik ki, onun mədəniyyətinə də məruz qalıblar. Başa düşdükmü? Aydın oldu mu? Bəli. Əla. Yaxşı, bəs Makedoniyalı İskəndərin hücumuna məruz qalıb Atropatena desəm düz olar yoxsa səhv? Səhvdir. Səhv Çünki olur. ölmüşdü. Aysa, sümüyü çoxdan çürümüşdü onun, yəni heç yox idi. Testlərə çox salırlar, variant salırlar. İndi burada demək asandır. Əsas o imtahanda, sınavda siz onu diqqətli şey eləməsəz, yəni görməyəsiniz. Ona görə belə yadınızda salın. Deyə sümüyü çürümüşdü, onun çoxdan heç yox idi. Ruhu Allah bilir haradaydı. Qaldı ki, gəlib Atropatenaya hücum eləyəcək. Yəni belə bu cür yadda saxlayın.
Yaxşı, bəs İskəndər desək ki, Atropatı mükafatlandırmışdı. Hökmdar Atropatı. Baryak Süsyanı Yox, yatırıb. yanlışdır. Səhv artıq ölmüşdü. Həm də onun vəfatından sonra mükafatlandırma yox. Heç onda Atropat yəni hökmdar olmamışdı. Ondan əvvəl Perikl var idi. Aha, yəni ki, Baryak Süsyanını yatıranda hökmdar deyildi Atropat hələ. Atropatın da az ömrü olmayıb ha. Həm orada üsyanı yatırır, həm Perdikkinin dövründə yaşayır, sonra təzədən dövlət də yaradır. Görün nə qəşəng öz mövqeyini gücləndirib. Ona görə deyirəm ki, tarixi oxuyun, həyatınıza tətbiq edin. Görürsüz, hissə eləyir, axırda da gəlir dövlət yaradır. Yaxşı. Bəs Roma ilə müttəfiqliyi gücləndirmək üçün hansı hökmdar, deməli, 10 il gedib Romada qalmışdı? Təkrar sualdır bu arada. Bayaq sual vermişdi. Görün ki, Ariobarsan. Bəli, Ariobarsan. Həmin dövrdə Romada imperator kim idi? Orada qeyd edin. Octavian. Octavian August, bəli. Yaxşı, məncə heç nə qalmadı sual vermədiyim, amma fikirləşim. Deməli, atasının səhvini düzəldən hökmdarlar kimlər idi Manna dövlətində? Atasının səhvini düzəldən Valli mənim. Lalli. biri Uali, biri Ulus daha Sonu. doğrusu öz səhvini düzəldib. Hələ biz o biri Ulus dərsdə Ulusunu. Səhvlərini düzəldib. Amma Uali deyirdi ki, həyatının səhvini elədi Assurla münasibəti bərpa eləməyə. Çünki artıq Assur dövləti zəifləmişdi. Ondan sonra yəni əsəbləşir Midiya dövləti də 590-da varlığına son qoyur. Desəm Mannanın ilk hökmdarı kim deyərsiniz? Budaki. Yox idi. Yox Kimin, idi. Uşaqlar, Mannan, bəs axırıncı hökmdarın desən, Valin deyərsiniz? Bəli. Xeyr, ilk və son hökmdarı bilinmir. Sağ ol. Nə ilk hökmdar var bunun uşaqlar, nə də son hökmdarı. Kanala da atmışdım bunu. Yadınızda saxlayın, Mannanın nə ilk hökmdarının adı bilinir, nə də son hökmdarının adı bilinir. Yəni ikisi də bilinmir. Testə salacaq sizə çaşdırmaq üçün, amma götürmürsüz. Yaxşı, başqa mən nə sual verim? Sirdaqqa sazişi neçənci ildə imzalanmışdı və Eramızdan əvvəl 713. Eradan əvvəl. sağ ol. Və müqavilənin Pardon. şərtləri. Müqavilənin şərtlərini mən deyim. Deyin, buyurun, kim istəyirsiniz? Deməli, Sargon öz mövqeyini gücləndirmək üçün ən uğurlu yürüşlərindən biri də bu Sirdaka müqaviləsi, yəni 714-cü ildə etdiyi yürüş olubdu. Bu gedibdi Atropatenalılara, yəni belə bir Atropatena nə idi? Belə bir qərarlar deyim də, şərtlərini yürüdüb ki, siz mənə tabe olacaqsınız, həm xərrac ödəyəcəksiniz. Onun qarşılığında da mən sizin yəni necə deyim, işğal olunmuş ərazilərimizi qaytarıb sizə verəcəm. Sağ ol, tamamilə doğrudur. Yaxşı, son bir sualla da yekunlaşdıran Manna dövlətinin paytaxtı hansı şəhər idi? Çox İzirdir. sağ ol. İzirdir. Tamamilə doğrudur. Yaxşı. Yox, siz mənə deyin görüm, İran Zucanişinliyi ilə nəyin əsasını qoymuşdu? Mərkəzləşmənin. Ondan əvvəl deyə bilərəm, mərkəzləşmə ilə canişinlik sistemi var idi. Yox idi. Yox idi. Asal deyə bilmərəm, yəni olmayıb. Yaxşı uşaqlar. İndi keçək onda biz nəyə? Albaniya dövlətinə. Deyin görüm hələ mənə test